Salam hörmətli abituriyentlər, Azərbaycan torpaqlarının birləşdirilməsinə son təşəbbüs. Biz iki Qacardan danışacağıq. Bir Məhəmməd Həsən Qacardan, bir də Ağa Məhəmməd Qacardan. Məhəmməd Həsən Qacar ata Qacardır. Ağa Məhəmməd isə oğul Qacardır. Ümumiyyətlə Qacarlar Oğuz tayfalarının Bayat boyundan idi və Qızılbaş tayfalarından biri idi. Səfəvilər dövründə Qacarların bir qolu olan Ziyadoğlular Qarabağ bəylərbəyliyinin irsi hakimləri idi. Məhəmməd Həsən xan Qacar, yəni ata Qacar, Azərbaycan viran torpaqlarının birləşdirilməsi uğrunda Urmiyalı Fətəli xan Əfşar və Kərim xan Zəndə qarşı mübarizə aparırdı, xatırlayırsınızsa. 1757-ci ildə Xatın Arxı döyüşündə Qarabağa məğlub olmuşdu. 1759-cu ildə isə bu mübarizədə məğlub olaraq öldürülmüşdü. Yəni Azərbaycanı birləşdirmək uğrunda mübarizədə. Oğlu Ağa Məhəmməd xan Qacar isə Kərim xan Zəndin əsirliyində olub, ona xidmət etməyə məcbur olmuşdu. Yalnız onun ölümündən sonra 1779-da ölkəni vahid dövlətin tərkibində birləşdirmək üçün mübarizəyə başlamışdı Ağa Məhəmməd xan Qacar. Ağa Məhəmməd xan Qacar 85-86-cı illərdə Mazandaran, Astrabad, Gilan, Tehran, Qum, Kaşan, İsfahan, Xorasanın bir hissəsini birləşdirir. Tehranı öz iqamətgahına çevirir. Xoy, Sərab, Urmiya xanlıqlarını özünə tabe edir. 1790-cı ildə Təbriz Darüs Səltənə olur. Yəni vəliyyətlərin, Qacar vəliyyətlərinin ələşdiyi yer. Rusiya təhlükəsinə qarşı İngiltərə və Fransa ilə yaxınlaşır. Osmanlı dövlətinə məktub göndərilir. Bunu da qeyd eləyək. Osmanlı 1795-ci ildə Azərbaycanın şimalına yürüş eləyir. Bu yürüş zamanı Qarabağ, Lənkəran, İrəvan və Kartli Kaxetya çarlığı, yəni bu qüvvələr Qlik, belə yada saxlaya bilərsiniz, ittifaq yaradırlar. Amma bu ittifaq möhkəm deyildi. 1795-ci ildə Tiflisi tutur Qacar. Həmin yürüşdə əsas hücum hədəfi Qarabağ olsa da, birinci yürüşüdür Qacarın bu 95-ci il, amma Qarabağı tuta bilmir. Gedir 1795-də Tiflisi tutur. Tiflisin tutulmasından sonra Naxçıvan, İrəvan, Bakı, Dərbənd, Şamaxı Qacarların ali hakimiyyətini qəbul edir. Sonra Muğana gəlib 1796-da özünü şah elan edir və Qacarların rəsmi hakimiyyəti başlayır. Biz qeyd etdik ki, 1795-ci ildə Tiflisi tutmuşdu. Və biz bilirik ki, 1783-cü ildən Tiflis, yəni Gürcüstan, Rusiyanın himayəsində idi. İkinci Yekaterina da bunu bəhanə edərək ki, mənim nəzarətim altında olan, mənim himayəmdə olan əraziyə necə hücum eləyə bilər Qacarlar? Bunu bəhanə edərək 1796-cı ildə General Zubovun başçılığı altında qoşun göndərir Cənubi Qafqaza. 1796-cı ildə Ruslar Qacarlara müharibə elan edirlər. Rusların gəliş xəbəri Qacar ordusunun geri çəkilməsinə səbəb olur. 96-cı ildə Dərbənd, Quba, Bakı, Gəncə xanlıqları Ruslar tərəfindən tutulur. Lakin 2-ci Yekaterinanın ölüm xəbəri Rus qoşunlarının Azərbaycanı tərk etməsinə səbəb olur. Beləliklə 18-ci əsrin sonlarında Rusiyanın Azərbaycanda möhkəmlənmək planları puça çıxır, alınmır. Rus ordusu Azərbaycanı tərk edən kimi Ağa Məhəmməd Şah Qacar yenidən Azərbaycana ikinci yürüşünü eləyir. Burada bir şeyə diqqət eləmək lazımdır. Birinci yürüş zamanı, yəni 95-ci ildə Ağa Məhəmməd xan deyirik. İkinci yürüş zamanı isə Ağa Məhəmməd şah deyirik. Çünki 96-cı ildə o özünü şah elan etmişdi artıq. 1797-ci ildə Azərbaycanın cənubunda öz hakimiyyətini möhkəmləndirmək üçün Əliqulu xanı Təbrizə göndərir. Ərdəbildən hərəkətə keçib Lənkərana yürüş eləyib Lənkəranı tabe eləyir. Yenə də əsas hücum hədəfi Qarabağ idi. Şamaxı, Şəki, Quba, Gəncə xanlıqları tabe edilir. 97-ci ildə Qarabağa yürüş eləyir, uzun mühasirədən sonra Şuşanı tutur. Lakin sui-qəsd nəticəsində öldürülür. Onun öldürülməsindən sonra da Qacarlar Azərbaycanı tərk edirlər. Yəni Azərbaycan birləşdirilməsinə son təşəbbüs də təəssüf ki, uğursuzluqla nəticələnir. Belə, dəyərli yoldaşlar, ümid edirik ki, mövzu sizə ümumən aydın oldu. İndi isə vəsaitimizdən daha ətraflı şəkildə mövzunu öyrənək. Hələlik.